Zəlzələ surəsi. Bismillahirrahmanirrahim. İzə zulzilətil ardu zilzələhə və əxracətil ardu əfqaləhə və qaləl insanu mə ləhə yevmə izin tuhaddithu əxbərəhə. Yer özünə məxsus titrəyişlə lərzəyə gəlib titrəyəcəyi zaman. Zəlzələ nədir? Titrəmək. Zulzilətil ardu zilzələhə, yəni öz zəlzələsi ilə, yəni özünə məxsus titrəyişlə titrəyəcəyi zaman. Və əxracətil ardu əfqaləhə, və yer öz yüklərini, ağırlıqlarını çıxardacağı zaman. Və qaləl insanu mə ləhə, və insan təəccüblə ona nə olub deyəcəyi zaman. Yevmə izin tuhaddithu əxbərəhə, və o günü, o vaxt, o zaman yer öz xəbərlərini danışacaqdır. Deməli, əxracə nə deməkdir? Çıxartmaq. Əxracət çıxartdı qadın cinsindən, yer qadın cinsində olduğuna görə əxracət. Əxracətil ardu əfqaləhə, əfqal cəmidir, fiqulun, ağırlıq, yük, əfqalun, ağırlıqlar, yüklər. Və qaləl insan, aydındır, insan deyəcək, mə ləhə, ona nə olub? Ləhə hara qayıdır? Hə, yerə. Yevmə idin, o vaxt, tuhaddithu, danışacaq, xəbər verəcək, əxbərəhə, öz xəbərlərini, yer öz xəbərlərini danışacaqdır. İzə zulzilətil ardu zilzələhə, əl-murad bidəlikə mə zəkərəhullahu tealə fi qavlihi. Yəni, yer titrədiyi zaman, yəni bu titrəyişdən qəsd olunan Həcc surəsində keçən 1-ci, 2-ci ayələrdir. Allah Teala buyurur, Yə əyyuhənnəsu ittəqu rabbəkum, innə zəlzələtə səəti şeyun azim. Ey insanlar, Rəbbinizdən qorxun, həqiqətən qiyamətin zəlzələsi şiddətli bir şeydir. يَوْمَ تَرَوْنَهَا تَذْهَلُ كُلُّ مُرْضِعَةٍ عَمَّا أَرْضَعَتْ وَتَضَعُ كُلُّ ذَاتِ حَمْلٍ حَمْلَهَا وَتَرَى النَّاسَ سُكَارَى وَمَا هُمْ بِسُكَارَى وَلَكِنَّ عَذَابَ اللّٰهِ شَدِيدٌ. O günü, o zəlzələni gördüyünüz zaman hər bir, yəni əmizdirən qadın öz uşağını tərk edəcək və hamilə qadın da vaxtından əvvəl uşağını qoyacaq. وَتَرَى النَّاسَ سُكَارَ, və sən o gün insanları sərxoş halda görəcəksən. Halbuki onlar sərxoş deyirlər və bütün bunların hamısı Allahın əzabının şiddətindəndir. وَقَوْلُهُ زِلْزَالَهَ, yəni əl-zilzəl, əl-azim, əlləzi ləm yəkun misləhu qattu. Yəni, yer öz titrəyişi ilə elə bir titrəyişdir ki, əzəmətli, bundan əvvəl elə bir zəlzələ titrəyiş olmamışdır. Və buna görə Allah Teala buyurur ki, Təran nəsə sukara və məhum bi sukara. Sukara, səkranın cəmi, səkran da sərxoşdur. Sən insanları sərxoş görəcəksən, halbuki onlar sərxoş deyirlər. Yəni, min şiddəti zuhulihim və mə asabəhum təcidum kəənnəhum sukara. O dəhşətin, şiddətindən onları sən sərxoş halda görəcəksən. Və məhum bi sukara. Halbuki onlar sərxoş deyirlər, onlar ayıqdırlar, yəni içməyiblər. Ləkin şiddətil hovl, saral insan kəənnəhu səkran. O dəhşətin şiddətindən elə bil ki, insan sərxoşdur, nə etdiyini, necə hərəkət etdiyini bilmir. Və əxracətil ardu əfqaləhə, və yer də öz yükünü çıxartdığı zaman. Və burada qəsd olunan yerin yükündən qəbir sahiblərdir. فَإِنَّهُ إِذَا نُفِخَ فِي الصُّورِ فَصَعِقَ مَنْ فِي السَّمَاوَاتِ وَمَنْ فِي الْأَرْضِ إِلَّا مَنْ شَاءَ اللَّهُ ثُمَّ نُفِخَ فِيهِ أُخْرَى فَإِذَا هُمْ قِيَامٌ يَنْظُرُونَ. Və sur üfürüldüyü zaman göylərdə və yerdə kim varsa hamısı bayılacaqdır, Allahın istədiyindən başqa. Sonra ikinci üfürüldüyü zaman onlar baxaraq qalxacaqlar. يَخْرُجُونَ مِنْ قُبُورِهِمْ لِرَبِّ الْعَالَمِينَ. Onlar qəbirlərindən aləmlərin Rəbbin qarşısında duracaqlar. Kəmə qaləl-Allahu təbarəkə və tealə, necə ki Allah Teala buyurur Müdaffin surəsi 6-cı ayədə, يَوْمَ يَقُومُ النَّاسُ لِرَبِّ الْعَالَمِينَ. O gün insanlar aləmlərin Rəbbinin qarşısında haqq hesab üçün qalxacaqlar. Və qaləl insanu mə ləhə.
Və insan təəccüblə deyəcəkdir ki, buna nə olub? Burada insan deyildiyi zaman, yəni ümumi qəsd, yəni bəşər qəsd olunur. Eyyü şeyin ləhə, hədə zilzəl nə olub? Ona bu titrəyişlə titrəyir. Və li'ənəhu yaxrucu və kəənnəhu kəmə qalə Allahu Teala sukara. Çünki o qalxdığı zaman Allah Teala'nın dediyi kimi onlar sərxoş halda olacaqlar. Fəyəqulu məlləzi hədəsə ləhə və mə şə'nuhə. Yəni buna yerə nə baş verir, nə olub? Li şiddətil hovl. Yəni o dəhşətin şiddətindən. Yevmə idin fi zəlikəl yevm izə zulzilət tuhaddisu əxbaraha. Yəni o gün, o vaxt, o titrədiyi zaman yer öz xəbərlərini danışacaqdır. Tuxbiru ammə fəalən nəsu aleyhə min xeyrin əv şər. Onun üzərində, yerin üzərində işlənən hər bir əməli, xeyir və yaxud da şərri xəbər verəcəkdir. Və artıq hədisdə də sabit olmuşdur ki, Peyğəmbər s.ə.v buyurur: Ənəl müəzzinə izə əzzənə fə innəhu lə yəsmə'u savtəhu şəcərun və lə mədərun və lə həcər və lə şeyun illə şəhidə ləhu yevməl qiyamə. Müəzzin əzan verdiyi zaman onun səsini eşidən hər bir şey, ağac, torpaq, daş və hər bir şey qiyamət günü onun üçün şahidlik edəcəkdir. Fətəşhədul ardu bimə suniyə aleyhə min xeyrinə əv şər. Və həmçinə yer onun üzərində işlənən hər bir əmələ şahidi edəcəkdir, xeyir və şər əmələ. Və hədihi şəhədət min əcli bəyəni adlillahi azze və cəllə. Və bu şəhadət və bu şahidlik də ondan ötürüdür ki, Allah Teala'nın ədalətini bəyan etmək üçün. Və ənəhu subhanahu və teala la yuaxidun nas illə bimə amilu. Yəni Allah Teala yalnız insanları etdiklərinə görə cəzalandırır. Və illə fə innəllah Teala bi kulli şeyin muhit. Və Allah Teala hər bir şey biləndir. Və yəkfi ən yəqul li ibadihi cəllə və alə amiltum kədə və amiltum kədə. Və Allah Teala kifayətdir ki, öz qullarına desin ki, siz belə etdiniz və filan əməllər etdiniz. Lakin Allah Teala öz ədalətini ortaya çıxartmaq üçün və həmçində günahkar insan inkar etməməsi üçün yer özü də şahid edəcəkdir. Lənnəl mücrimun yunkirun ən yəkunu müşrikin. Hətta qiyamət günü o günahkarlar özlərin müşrik olduğunu inkar edəcəklər. Ən'am surəsi 23-cü ayədə Allah Teala buyurur: "Thumma lam takun fitnatuhum illa an qalu vallahi rabbina ma kunna müşrikin." Sonra onlar Rəbbimiz Allaha and olsun ki, biz müşriklərdən deyildik deməkdən başqa heç bir çarələr olmayacaqdır. لأنهم إذا رأوا أهل التوحيد قد خلصوا من العذاب ونجوا منه أنكروا الشرك. Çünki onlar görəndə ki, tövhid əhli əzabdan xilas olub, qurtarıb, onlar şirki inkar edəcəklər. Özlərin nicat tapması üçün. وَلَكِنَّهُمْ يُخْدَمُ عَلَى أَفْوَاهِمْ. Lakin onların ağızlarına möhür vurulacaq, əlləri danışacaq, ayaqları, dəriləri və dilləri şahidlik edəcəkdir. Kulluha təşhədu aləl insan bimə amil. Və bütün bunların hamısı orqanları onun etdiyini ona şahidlik edəcək. Və hinə idin la yestati'u an yabqa ala inkari bel yuqirru və ya'tarif. Və belə olduğu halda insan öz inkarı üzərində qala bilməyəcək, əksinə etiraf edəcək etdiyi əməllərini. İllə ənəhu la yenfa'u nədən fi zəlikəl vaqt. Lakin o vaxtın peşmançılığı heç bir fayda vermir. Və qavlu yevmə idin tuhaddisu əxbaraha. Və o günü, o vaxt yer öz xəbərlərini danışacaq. Bu şərtin cavabıdır. Əvvəlki ayələr şərtdir. Yəni, yer özünə məxsus titrəyişlə, lərzəyə gəlib titrəyəcəyi zaman, yer öz yükünü çıxartdığı zaman və insan təəccüblə dediyi zaman bu yerə nə olub? O gün yer öz xəbərlərini danışacaqdır. Bu isə cavabıdır. Biənnə rabbəkə əvhələhə. Biənnə, yəni bisəbəbi ənnəllah əvhələ. Yəni Allah Teala ona vəhy etdiyinə görə, yəni Allah Teala ona danışmağa izin verdiyinə görə o xəbər verəcəkdir. Və huvə subhanə və teala alə kulli şeyin qadir. Çünki Allah Teala hər şeyə qadirdir. Yəni bir şeyə əmr edərsə o mütləq baş verməlidir. Çünki Allah Teala cansız əşyalar da danışdırır və onlar da danışır və dərhal Allahın əmrinə boyun əyir. Çünki Allah Teala yerə deyəcək ki, dedi ki, siz istər istəməz gəlin və onlar da dedilər ki, yerlə göy biz itaət edərək gəldik. Və qalə Allah-u Teala qələm uktub. Allah Teala həmçinin qələmə dedi ki, yaz. Qalə Rabbi və məzə əktub. Dedi ki, qələm, ey Rəbbim, nə yazım? Qalə uktub mə huvə kəynu ilə yevmil qiyamə. Qiyamət gününə qədər nə olacaqsa hamısını yaz. Yərhamdülillah. Və Allah Teala həmçinin Yasin surəsi 65-ci ayədə buyurur: "Əl-yevmə nəxtimu alə əfvahihim və tukəllimunə əydihim və təşhədu arculuhum bimə kənu yəksibun."
Bugün biz onların ağızlarını möhür vuracaq və əlləri danışacaq bizimlə və ayaqları şahid edəcəkdir onların qazandığı əməllərə. Allahu azze və cəllə İzə vəccəhəl kələm ilə şeyin və ləv cəmədə fə innəhu yuxatibullahu yetəkəlləmu. Allah Teala bir şeyə xitab yönəltdiyi zaman, hətta o cansız əşya olsa belə o danışar. Və yetəkəlləm. Və lihədə qal, və buna görə Allah Teala buyurdu ki, yevmə idin tuhaddisu əxbaraha. Və o günü o vaxt yer öz xəbərlərini danışacaqdır. Bi ənnə rabbəkə əvhələhə. Allah Teala ona izin verdiyinə görə. Yasturun nasu və sonraki ayədə və yevmə idin yasturun nasu əştətən liyurav a'maləhum. O gün, o vaxtı insanlar dəstə-dəstə çıxacaqlar. Liyurav a'maləhum, əməllərinin onlara göstərilməsi üçün. Liyurav, göstərilməsi üçün. A'maləhum, əməllərinin. Ey cəmaat mütəfərriqat yasturuna kullun yettəcu ilə məvlə. Yəni, o gün, o vaxtı insanlar qəbirlərindən dəstə-dəstə çıxacaq və hər bir dəstə öz məvasına, öz məskəninə yönələcəkdir. Əhlül cənnə, yəni cənnət əhli, Allah Teala hamımızı onlardan etsin, cənnətə üz tutacaqdır. Və cəhənnəm əhli isə Allah qorusun, yusaqunə iləyhə və ora sürüklənəcəkdir. Necə ki, Allah Teala buyurur Məryəm surəsində yəvmə nəhşurul muttəqinə ilərrahməni vafdə. O günü biz müttəqiləri Rahmanın hüzuruna hörmətli qonaqlar şəklində gətirəcəyik. Və nəsuqul mucriminə ilə cəhənnəmə virdə. Və günahkarları isə cəhənnəmə susamış şəkildə sürükləyəcəyik. Fəyasturun nəsu cəmaat və zumanən alə asnafin mütəbəyinə təxtəlifu ixtilafən kəbirə. Və insanlar dəstə-dəstə çıxacaqlar və onlar bir-birlərindən çox dəyişik halda fərqlənəcəklər. Necə ki, Allah Teala İsra surəsində buyurur: "Unzur keyfə faddalna ba'dahum alə ba'd, və ləl-əxiratu əkbəru dərəcətin və əkbəru təfdilə." Sən bir bax, biz onları bu dünyada necə bəzilərini digərindən üstün etdik və axirət dərəcələri daha böyük və daha da üstündür. Liyurav a'maləhum, əməllərinin onlara göstərilməsi üçün. Yəni, yasturuna əştətən fəyərav ə'mələm. Onlar dəstə-dəstə çıxacaqlar və öz əməllərini görəcəklər. Yurihumullahu teala ə'mələhum. Allah Teala onlara əməllərini göstərəcəkdir. Xeyirdirsə xeyir və şərdirsə şər. Və dəlikə bil-hisabi və bil-kitabi fəyu'tal insan kitabı immə biyəmini və immə bişimalihi. Və bu da hesabla, kitabla olur və insana ya sağından kitab veriləcəkdir və yaxud da sol tərəfindən. ثُمَّ يُحَاسَبَ عَلَى ضَوْءِ مَا فِي هَذَا الْكِتَابِ. Və sonra da insan bu kitabda olana görə ona hesab veriləcəkdir. Allah Teala onu hesaba çəkəcəkdir. Möminə gəldikdə isə Allah Teala mömin qulu ilə tək qalaraq öz günahlarını ona xatırladacaqdır. Və deyəcəkdir ki, sən filan günahı işlədin, filan əməli etdin, hətta qul, bəndə, mömin insan günahlarının hamısını etiraf edəcək və artıq zənn edəcəkdir ki, həlak olur və Allah Teala deyəcəkdir ki, inni qad sətərtuha aleykə fid-dunya və ənə əğfiruha ləkəl yevm. Və bütün mən bunları dünyadaykən sənə örtdüm və bugün də mən səni bağışlayıram. Və əmməl kafir vəl-iyadu billah, kafirə gəldikdə isə Allah qorusun fə innəhu la yu'aməl hədil müamələ. Kafirlə bu müamilə olmayacaq. O isə bütün insanlar məxluqat qarşısında çağırılaraq deyiləcəkdir ki, Həulə illəzinə kəzəbu alə rabbihim. Və bunlar Rəbbinə qarşı yalan danışanlardır. Ələ lə'nətullahi alə zalimin. Allahın lənəti zalimlərin üzərinə olsun. Və qavlu liyurav a'maləhum, əməllərin onlara göstərilməsi üçün. Və əməllər, onların əməllər bu ümumidir, böyük və kiçik əməllər hamısı. İllə mə qafərəhullah, Allah Teala'nın bağışladıqlarından başqa. Hansı ki, ya həsənətlərlə, yaxşı əməllərlə və yaxud da dua ilə və yaxud da buna oxşar əməllərlə bağışladıqlarından başqa və bunlar silinəcəkdir. Necə ki, Allah Teala Hud surəsi 114-cü ayədə buyurur: İnnəl həsənət yudhibnəs seyyət zəlikə zikra lizzəkirin. Həqiqətən yaxşı əməllər pis əməlləri itirir və bu da xatırlayanlar üçün bir ibrətdir. Fəyəral insanu amələ, və insan öz əməlini görəcəkdir, az və çox. Hətta yətəbəyyənə ləhul əmru cəliyyən və yu'ta kitabu, və iş ona tamamilə bəlli olacaqdır və ona öz kitabı da veriləcəkdir. Və ona deyiləcəkdir ki, iqra kitabək, kəfə bi nəfsikəl yevmə aleykə hasibə. Sən öz kitabını oxu və bugün sən öz-özünə haqq hesab çəkmək üçün kifayətsən.
وَلِهَذَا يَجِبْ عَلَى الْإِنسَانِ أَلَّا يُقْدِمْ عَلَى شَيْءٍ لَا يُرْضِي اللّٰهَ عَزَّ وَجَلَّ. Və buna görə insana vacibdir ki, Allahın razılığı olmayan bir işə addım atmasın. لِأَنَّهُ يَعْلَمُ أَنَّهُ مَكْتُوبٌ عَلَيْهِ. Əgər belə edərsə, bilir ki, artıq o ona qarşı yazılacaqdır. وَأَنَّهُ سَوْفَ يُحَاسَبْ عَلَيْهِ. Və buna görə hesaba çəkiləcəkdir. İnşallah bununla kifayətlə inşallah davam etdirərik. Allah şifalar etsin. Və sallallahu əleyhi və səlləm.